Bismillahirrahmanirrahim. Bir daha sizleri salamlayıram əziz möminlər. Bildiyimiz kimi Müslümanlar, möminlərin hədəfi bundan ibarətdir ki, bir çox hallarda Allahın razılığını əldə etsin. Çünki insan namaz qılır, oruç tutur, ibadət edir ki, bu yəni vasitələrlə Allahın razılığını əldə etmiş olsun. Bəs biz necə bilə bilərik ki, Allahın razılığını əldə edənlərdənik? Hədislərə nəzər salsaq, Allah Rəsulu buyurur ki, əgər istəyirsinizsə Allah sizdən nə qədər razıdır, o halda Allahın sizə göndərdiyi imtihan və təqdirlərinə razı olduğunuzu düşünün. Yəni Allah bizlərin nə qədər imtihan edər və ya bizim üçün öz təqdiratını ayırar, İnsan o şeylərə nə qədər razı olar, şükr edərsə və Allahdan razı qalarsa, o halda bilərik ki, Allah da bizdən razı olur. Və ya əxlaq kitablarına nəzər saldıqda, orada qeyd olunur ki, Allahın razılığını əldə etmək üçün iki əsas amil zəruridir. Onlardan biri əməl, ikincisi niyyət. Əgər bir insanın əməli kamil olarsa, düzgün, gözəl olarsa və niyyəti saf olarsa, əlbəttə o Allahın razılığını əldə edə bilər. Bunu da qeyd eləyək ki, mümkündür bir insanın əməli ola, amma niyyəti batil olar. Bu halda o əməl vasitəsi ilə gedib Allaha yetişə bilməz. Mütləq şəkildə insan gərək ixlasla, qurbətən iləllah bütün əməlləri icra etmiş olsun. Allah an verə öz izzət-i cəlalına, Allah bizləri Allahın razılığını əldə edən bəndələrdən qərar versin.